problem sertifikasiyada varsa, mən bu haqqda video çəkmişdim. Həkimlər çox geri dönüş elədilər mənə. Onların içində sertifikasiyada niyə narazılıq var idi? Deyirlər ki, suallar standartlara uyğun deyil, yeniliklərə uyğun deyil. Əgər bir problem varsa, onu ləğv eləmək yox, təşkilini standartlara uyğun eləmək lazımdır, təşkilini inkişaf elətdirmək lazımdır. Dünya praktikasına baxıb sertifikasiyalar necə keçirilir və ya da praktikada həkimlərin, yəni praktik bilikləri də yoxlanmalıdır. Bunları düzəltmək və standartlara uyğun eləmək lazımdır. Sertifikasiya əslində yaxşı həkimləri qoruyan bir sistemdir. Sertifikasiya savadsızları, saxta diplomları sistemdən kənarda qoyur. Səhiyyə ixtisasçıları niyə sertifikasiyanın olmasında maraqlıdırlar? Çünki əgər sertifikasiya olmasa, həkimin biliyini yoxlayacaq başqa vasitə səhiyyədə yoxdur. Əgər həkim savadsızdırsa, həkim yeniliklərdən, yaxşı müalicədən xəbərdar deyilsə, bu yanlış müalicələrə, ağırlaşdırmalara gətirir, çıxardır və nəticədə yenə də səhiyyə sistemi yüklənir. Yəni səhiyyə ixtisasçıları sertifikasiyanı dolayısıyla xərcləri azaldan bir qalxan vasitəsi kimi görürlər.